Salam əziz, MİQə və sertifikasiyaya hazırlaşan müəllimlər, hamınız üçün xeyirli uğurlu olsun. Mən bugün sizə müsahibəyə düşən suallar və onların izahlı cavablarını sizlərlə tanış edəcəm. Zəhmət olmasa kanalımıza abunə olmağı, videoları bəyənib, şərh yazmağı unutmayasınız. Əvvəlcədən təşəkkürlər. Keçək suallara. İKT bacarıqlarından necə istifadə edirsən? Yəni, informasiya kommunikasiya texnologiyaları bacarıqlarından necə istifadə edirsən deyə sizə müəllimlərə sual ünvanlaya bilərlər. İKT bacarıqları dərsi daha maraqlı, interaktiv və səmərəli edir deyə vurğulaya bilərsiniz. İKT bacarıqlarından dərsdə əsasən bu cür istifadə edirəm. Slayd və təqdimatlarda, yəni mövzunu vizual və anlaşıqlı çatdırmaq üçün istifadə edirəm. Onlayn resurslar və videolardan istifadə edirəm. Dərsi maraqlı və interaktiv şəkildə təmin etmək üçün elektron lövhə və proqramlardan istifadə edirəm. Tapşırıqları şagirdlərlə birgə həll etmək üçün, bilikləri tez yoxlamaq üçün isə test və qiymətləndirmə platformalarından istifadə edirəm deyə vurğulaya bilərsiniz. Sonra şagirdlərdə empatiya hissi necə formalaşdırılır? Şagirdlərdə empatiya hissi, yəni başqasının hisslərini anlama, özünü qarşı tərəfin yerinə qoyma, bölüşmə bacarığı tərbiyə və tədrisin mühüm istiqamətlərindən biri hesab olunur. Empatiya hissi şagirdlərdə oyun, ədəbiyyat, qrup işi və müəllimin şəxsi nümunəsi vasitəsilə tədricən formalaşır. Onu formalaşdırmaq üçün müəllim hansı yollarla istifadə edə bilər. Aşağıdakı yollardan müraciət edə bilər. Birincisi, rol oyunları və situasiya tapşırıqları. Şagirdlərin müxtəlif həyat vəziyyətləri təqdim olunur. Onlar başqalarının yerinə özlərini qoyaraq qərar verirlər. Ədəbiyyat və bədii nümunələr. Şagirdlər oxuduqları əsərlərdə qəhrəmanların hisslərini analiz edir, onların davranışlarını müzakirə edirlər. Qrup işi və əməkdaşlıqda şagirdlər birgə tapşırıqları yerinə yetirərkən bir-birini dinləməyi, dəstəkləməyi öyrənirlər. Müəllim nümunəsi, müəllim öz davranışında anlayışlı, qayğıkeş və ədalətli olduqda şagirdlərdə də empatiya modeli formalaşır. Diskussiya və refleksiyada isə, yəni dərsin sonunda sən onun yerində olsaydın nə hiss edərdin kimi suallarla şagirdlərə sual ünvanlasaq, onda istədiyimiz nəticəni əldə edə bilərik və şagirdlərdə empatiya hissini formalaşdırmış olarıq. Sonra, şagirdin xətti pisdirsə nə edərsiniz? Şagirdin xəttini düzəltmək üçün səbəbi araşdırmaq, düzgün yazı texnikası öyrətmək və davamlı məşq etdirmək vacibdir. Əgər şagirdin xətti pisdirsə, müəllim kimi bu addımları atmaq olar. Səbəbi müəyyən etmək, yəni xəttin pis olması diqqətsizlikdən, motor bacarıqlarının zəifliyindən və tələskənlikdən qaynaqlana bilər. Dəftər və yazı vərdişlərini izləmək, şagirdin oturuşunu, qələm tutma qaydasını, yazı sürətini yoxlamaq lazımdır. Praktik məşğələlər, xətt dəftərləri, qrafik cizgilər, yavaş-yavaş yazı tapşırıqları ilə məşq etdirmək. Müsbət motivasiya, şagirdi danlamaq əvəzinə hər kiçik irəliləyişini tərifləmək, fərdi yanaşma, lazım gəlsə əlavə vaxt ayırmaq və evdə valideynin dəstəyi ilə məşqləri gücləndirmək. Realistsiniz yoxsa romantik sual ünvanlaya bilərlər. Ən düzgün mövqe müəllim üçün hər ikisinin vəhdətidir. Reallığı nəzərə alıb eyni zamanda şagirdlərdə ümid və yaradıcılıq ruhunu qorumaq lazımdır. Təhsil baxımından baxsaq isə realist yanaşma, faktlara, reallığa əsaslanmaq, şagirdin imkanlarını düzgün qiymətləndirmək və planlı hərəkət etməkdir. Romantik yanaşma isə yəni təhsildə ilham, yaradıcılıq, ideyalara inam və motivasiya ilə işləməkdir. Yəni müəllim bunları vəhdət halında həyata keçirməlidir. Sonra, təhsil qanunu aktları haqqında sual verə bilərlər. Təhsil qanunu 2009-cu ildə qəbul olunub, Azərbaycanın təhsilini tənzimləyən əsas hüquqi sənəddir. Onu tamamlayan aktlar hansılardır? Ümumi təhsil haqqında qanun 2018-ci il, peşə təhsili haqqında qanun, o da 2018-ci ildir. Nazirlər Kabinetinin qərarı ilə qiymətləndirmə, attestasiya, akreditasiya, işə qəbul və s. hamısı bunların içinə daxildirlər və təhsil qanunu əsasdır, digər qanun və normativ haqqlarla dəstəklənməkdədir. Bunları vurğulaya bilərsiniz. Sonra, şagirdinizlə probleminiz varsa, ilkin olaraq valideynə deyərsinizmi? Əgər şagirdimlə problemim olsa, ilk addımım dərhal valideynə demək olmaz. Müəllim əvvəlcə problemi şagirdlə özü həll etməyə çalışmalı, yalnız davamlı olduğu halda valideyni işə cəlb eləməlidir. Pedaqoji yanaşma isə bu cür olmalıdır. Əvvəl şagirdlə danışmaq, onun problemini anlamaq, səbəbini müəyyən etmək lazımdır. Çox vaxt problem sadəcə ünsiyyət və diqqətsizlikdən yaranır.
müşahidə aparmaq, şagirdin davranışını izləyib, problemin davamlı və ya müvəqqəti olmasını dəqiqləşdirmək. Məktəb psixoloqu ilə əməkdaşlıq, lazım gəlsə psixoloqun dəstəyindən istifadə etmək olar. Sonraki mərhələdə valideyni cəlb eləmək. Əgər problem davamlıdırsa və təkcə dərs mühitində həll olunmursa, onda valideynə məlumat verib birlikdə çıxış yolu axtarmaq mümkündür. Sonra dərsdə hansı iş üsulundan istifadəyə daha çox üstünlük verirsən? Müəllim olaraq dərsdə daha çox şagird yönümlü, fəallığa söykənən iş üsullarına üstünlük verərdim. Qrup və cütlərlə işə üstünlük verirəm. Nə üçün? Şagirdlər əməkdaşlıq edərək öyrənirlər, ünsiyyət və komanda bacarıqları inkişaf edir. Müzakirə və debata üstünlük verirəm. Şagirdlər fikirlərini əsaslandırmağı öyrənir, tənqidi düşüncələri güclənir. Oyun və ya interaktiv üsullara üstünlük verirəm. Dərsin maraqlı və yadda qalan olmasına kömək eləyir. Layihə və problem əsaslı öyrənmə üsuluna üstünlük verirəm. Şagirdlər real problemlərin həllinə yönəlir və yaradıcı yanaşma formalaşır. Ən çox üstünlük verdiyim iş üsulu qrup işi və interaktiv fəaliyyətlərdir. Çünki onlar həm bilik, həm də sosial bacarıqları inkişaf etdirir. Sonra valideyn sizinlə əməkdaşlıq etmirsə, onu necə cəlb edərsiniz deyə sual verə bilərlər. Əgər valideyn mənimlə əməkdaşlıq etmirsə, müəllim kimi onu cəlb etmək üçün bu addımlar atardım. Münasibət yaradardım. Valideynlə ünsiyyətə hörmətlə yanaşmaq, itham etmədən anlayışla danışmaq lazımdır. Müsbət tərəfləri vurğulayardım. Yalnız şikayət deyil, uşağın yaxşı xüsusiyyətlərini də qeyd edərdim. Bu hal valideyndə inam və maraq yaradır. Əhəmiyyətini izah eləyərdim. Əməkdaşlığın uşağın inkişafı üçün vacib olduğunu vurğulayardım. Birgə addımların nəticələrini göstərərdim. Müxtəlif ünsiyyət yollarına atardım. Görüşə gələ bilmirsə, telefon, mesaj və ya onlayn görüş vasitəsindən əlaqə saxlayardım. Kiçik addımlarla başlamaq lazımdır. Valideyni sadə tədbirlərə cəlb edərək tədricən fəallığı artırmaq olar. Məsələn, uşağın ev tapşırığı izləməsindən bağlı. Sonra psixoloq və rəhbərliyin dəstəyi. Əgər valideyn tamamilə əməkdaşlığından yayınırsa, məktəb psixoloqu və rəhbərlik vasitəsilə prosesə qoşulmasına təşviq etmək olar. Yəni, valideyn əməkdaşlığa cəlb etməyin yolu hörmətli ünsiyyət, müsbət yanaşma və uşağın gələcəyinin önəmini göstərməkdən keçir. Sonra, son zamanlar məktəblərdə qarşılaşdığınız mənfi sosial hallar haqqında nə deyə bilərsiniz? Son zamanlar ümumiyyətlə məktəblərdə hansı mənfi hallarla rastlaşırıq, onları burada vurğulamışıq. Bullying, yəni zorakılıq və təhqir, mobbing də deyilir. İndi qarşıdakı şəkillərdə bullyinglə mobbingin fərqini sizə izah edəcəm. Bullying şagirdlər arasında lağ etmə, fiziki və ya psixoloji təzyiq halları, aqressiv davranış, mübahisə və davadalaşın artması, telefon və sosial şəbəkə asılılığı, dərs prosesinə marağın azalması və diqqət dağınıqlığı yaradır. Dərsdən yayınma və intizamsızlıq, davamiyyətin zəifləməsi və dərslərə laqeyd yanaşma. Şagirdlər arasında qruplaşma, ayrı seçkilik, dostluq dairələrində təcrid olunma. Valideyn nəzarətinin zəifləməsi, şagirdlərin davranış və təhsil motivasiyasına mənfi təsir göstərməsi. Yəni, bu halların qarşısını almaq üçün məktəbdə müəllim psixoloq əməkdaşlığı, valideynlərlə sıx əlaqə və maarifləndirmə tədbirləri vacibdir. Meyar şagirdlərin diqqətini nə vaxt çatdırılır deyə sual verə bilərlər. Meyar qiymətləndirmənin əsas göstəriciləridir və şagirdlərə dərsin əvvəlində tapşırıq verilməzdən öncə çatdırılmalıdır. Çünki şagird əvvəlcədən nəyə görə və necə qiymətləndiriləcəyini bilməlidir ki, fəaliyyətini həmin istiqamətdə qursun. Yəni, meyarlar, tapşırıq başlamazdan əvvəl şagirdlərin diqqətinə çatdırılır. Sonra, şagird davamlı formada dərsi pozsa, nə edərsiniz? Əgər şagird davamlı şəkildə dərsi pozursa, müəllim olaraq sakit, peşəkar və pedaqoji yanaşmaq lazımdır. Sakit reaksiya göstərməliyik, əsəbləşmədən, emosiyalara qapılmadan şagirdi sakitləşdirməliyik. Səbəbi anlamağa çalışmalıyıq. Davranışının arxasında yorğunluq, diqqət çəkmək istəyi və ya şəxsi problem ola bilər və ya ola bilməz onu araşdırmalıyıq. Fərdi söhbətə diqqət etməliyik. Dərsdən sonra şagirdlə sakit mühitdə danışmalıyıq, onu dinləməliyik, müsbət motivasiya yaratmalıyıq, yaxşı davranışını vurğulamaq, müsbət yanaşma ilə nümunə göstərməliyik. Qaydaları xatırlatmaq lazımdır, sinif qaydalarını şagirdə bir daha izah etməmin məsuliyyətini anlatmaq, başa salmaq lazımdır. Valideyn və ya psixoloqla əməkdaşlıq etmək də lazımdır. Problem davam edərsə, valideyn və məktəb psixoloqu ilə birgə həll yolu tapmaq olar. Şagirdi cəzalandırmaqdan çox, onun davranışının səbəbini tapıb, müsbət istiqamətə yönləndirmək vacibdir deyə vurğulamaq lazımdır. Gündəlik planlaşmanın əhəmiyyəti nədir deyə sual verə bilərlər.
Planlı dərs həm müəllim, həm də şagird üçün uğurlu nəticə deməkdir. Dərsdə gündəlik planlaşdırmanın əhəmiyyəti ondan ibarətdir ki, müəllim dərs prosesini ardıcıllıqla və məqsədyönlü şəkildə təşkil edir. Əsas məqamlar isə vaxtın düzgün bölgüsü təmin olunur, dərsin məqsəd və nəticələrinə asanlıqla çatılır, şagirdlərin fəallığı və diqqəti qorunur, qarışıqlıq və vaxt itkisi azalır. Nəticədə təlim prosesində nizam, intizam və səmərəlilik artmış olur. Sonra şovinizm nə deməkdir? Şovinizm fransız sözüdür. Bir millət və ya qrupun özünü başqalarından üstün saymasıdır. İfrat millətçilik və dözümsüzlük deməkdir. Ən şovinist ölkə isə dünyada fransızlar deyə hesab olunur. Yəni öz millətini sevir, digər ölkə millətləri oradan kənarda qoyur. Sonra Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr hansılardır? Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə Türkiyədir. 9 noyabr 1991-ci ildə tanıyıbdır. Ardınca Rumıniya, Pakistan, İsrail, ABŞ, Rusiya və Çin, İran Azərbaycanı tanıyıbdır. 92-ci ilin əvvəlinə dünyanın əksər dövlətləri müstəqilliyi qəbul, yəni müstəqilliyini tanıyan ölkə olubdur. Sonra müəllim olaraq psixoloqla əməkdaşlıq edərsinizmi? Müəllim olaraq psixoloqla əməkdaşlıq edərsinizmi? Müəllim üçün məktəb psixoloqu ilə əməkdaşlıq çox vacibdir. Çünki təlim-tərbiyə prosesində müəllim yalnız bilik ötürən deyil, həm də uşağın sosial-emosional inkişafını müşahidə edən bir şəxsdir. Və müəllim və psixoloq bir-birinin ümumiyyətlə rəqib olmamalıdır, bir-birinin tamamlayıcısı olmalıdırlar. Əməkdaşlıq həm şagirdin dərs nailiyyətlərini, həm də onun emosional, sosial rifahını təmin etməkdədir. Belə yanaşma müasir təhsilin tələbinə uyğun olaraq bütünlüklü inkişafı hədəfləmiş olmaqdadır. Ona görə də müəllim psixoloqdan müvəqqəti şəklində işləməlidirlər. Sonra Viyana konvensiyası nə zaman olub? Diplomatik əlaqələr haqqındakı Viyana konvensiyası 1961-ci ildə imzalanıb, diplomatik nümayəndəliklərin statusunu və funksiyalarını müəyyən edən əsas beynəlxalq hüquqi sənəddir. O, giriş hissədən və 53 maddədən ibarətdir. 18 aprel 1961-ci ildə qəbul olunub Viyana şəhərində, qüvvəyə minib 24 aprel 1964-cü ildə, strukturu isə incə dediyimiz kimi preambula, yəni girişdən və 53 maddə ümumi müddəalardan, diplomatik nümayəndəliklərin funksiyalarından, diplomatik imtiyazlardan, toxunulmazlıqlar, razılıq, persona non grata qaydaları, nümayəndəliklərin toxunulmazlıqları hamısı burada yer almaqdadır. Əsas müddəaları nələrdir? Diplomatik nümayəndəliklərin funksiyaları, tərəf dövlətlər arasında münasibətlərin inkişafı, öz ölkəsinin vətəndaşlarının maraqlarının qorunması, danışıqlar aparmaq, müqavilələr imzalamaq, qəbul edən dövlətin həyatını qanuni vasitələrlə öyrənmək, diplomatik toxunulmazlıq, diplomatik nümayəndəlik binaları toxunulmazdır, qəbul edən dövlətin orqanları oraya icazəsiz daxil ola bilməz, diplomatik poçt və kuryerlərin toxunulmazlığı qorunur. Sonra diplomatların hüquqi statusu, diplomatik nümayəndələr qəbul edən dövlətin cinayət, mülki və inzibati yurisdiksiyasından azaddırlar. Diplomatik imtiyazlardan sui-istifadə olunduqda qəbul edən dövlət persona non grata elan edilə bilər. Müddəaların universallığı, konvensiya bugün beynəlxalq diplomatiyanın əsas hüquqi çərçivəsi sayılır və dünyanın demək olar ki, bütün dövlətləri o cümlədən Azərbaycan tərəfindən qəbul edilir. Azərbaycan Respublikası bu konvensiyaya 1992-ci ildə qoşulubdur və bugündən etibarən bütün diplomatik nümayəndəliklər, Bakıda yerləşən səfirliklər, həmçinin Azərbaycanın xaricdəki səfirlikləri məhz bu konvensiyanın prinsiplərinə əsasən fəaliyyət göstərir. Deməli, 61-ci ildə yaranıb, Azərbaycanda qoşulub 92-ci ildə. Əsas mahiyyəti nədir? Diplomatik nümayəndəliklərin statusunu və funksiyalarını müəyyən edən əsas beynəlxalq hüquqi sənəd olmazdır. Sonra formatik qiymətləndirmədən hansı iş üsullarından istifadə oluna bilər? 1, 3-2-1, çıxış bileti, yoldaş qiymətləndirməsi, düşün, paylaş, bölüş, özünə qiymətləndirmə və s. Kiçik summativ qiymətləndirməni kim keçirir? Şagirdlərin mövzu və bölmə üzrə əldə etdikləri bilik və bacarıqları yoxlamaq üçün aparılan bu qiymətləndirmə müəllim tərəfindən keçirilir və tapşırıqları müəllim kurikulum və mövzuya uyğun hazırlayır, qiymətləndirməni aparır və nəticələri sənədləşdirir. Lazım gəldikdə nəticələri valideyn və rəhbərliklə də bölüşür. Sonra durğu işarələri səhvləri ilə bağlı sual verə bilərlər. Yəni bu ən çox dil ədəbiyyat və ibtidailərə verilir. Çünki durğu işarələri
bu iki fəndədir. Azərbaycan dilində yəni. Mətndə yəni konstruktiv səhvlərlə bağlı rəy verilir. Konstruktiv rəy verməmiz daha məqsədə uyğundur. Mətndə fikirlərin maraqlıdır, amma bəzi yerlərdə durğu işarələri düzgün işlədilməyib. Bu, oxucuya cümləni anlamaqda çətinlik yaradır. Əgər vergül və nöqtələri qaydalara uyğun qoysam, mətnin daha aydın və səlis görünəcək. Məsələn, sadaladığın ardıcıllıqlarda vergül işlətmək, mürəkkəb cümlələrdə hissələri ayırmaq yazını daha oxunaqlı edəcək. Bu cür rəy şagirdi tənqid etmir, səhvini göstərib həll yolunu izah edir və eyni zamanda motivasiya verir. Bu da konstruktiv rəy hesab olunur. Sonra özünü qiymətləndirmənin şagirdə faydası nədir? Özünü qiymətləndirmə şagirdi daha məsuliyyətli, motivasiyalı və özünə inamlı edir. Özünü qiymətləndirmə şagirdə bir sıra faydalar verir. Öz güclü və zəif tərəflərini tanıyır, öz öyrənmə prosesində məsuliyyətlə yanaşır, tənqidi və refleksiv düşünmə bacarığı formalaşır, motivasiya artır, daha yaxşı nəticə üçün çalışır, müstəqil qərar vermə və özünü inkişaf etdirmə vərdişi yaranır. Sonra şagirdlərdə özünə inamı necə formalaşdırarsan? Özünə inam şagirdlərdə müsbət dəstək, uğur hissi və müstəqillik imkanları ilə formalaşır. Şagirdlərdə özünə inamı formalaşdırmaq üçün müəllim aşağıdakı yolları tətbiq edə bilər. Uğurları vurğulamaq, kiçik nailiyyətlərini tərifləmək, məsuliyyət vermək, onlara kiçik tapşırıqlar və liderlik imkanı yaratmaq, müsbət rəy vermək, yəni konstruktiv rəy, tənqiddən çox istiqamətləndirici və motivasiya edici rəy vermək, fərdi yanaşma, hər şagirdin bacarığına uyğun tapşırıq verərək uğur hissini yaşatmaq, yəni diferensiallığı qorumaq, model olmaq, müəllimin öz davranışında inamlı və pozitiv olması, yəni şəxsi nümunə göstərməsi. Sonra STEM layihəsi haqqında nə deyə bilərsiniz? STEM layihəsi elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatı birləşdirən fənlər arası yanaşmadır. Məqsədi şagirdlərdə yaradıcı düşüncə, problem həlli, əməkdaşlıq və praktiki bacarıqları inkişaf etdirməkdir. Sonra qadın milli qəhrəmanlarımızdan kimləri tanıyırsınız? Gültəkin Əsgərova, Salatın Əsgərova və Hökümə Əliyevanın adlarını çəkə bilərsiniz. Klassik rəssamlardan kimləri tanıyırsınız? Leonardo da Vinci, Mona Lisa, Sonuncu Şam yeməyi əsərinin müəllifi, sonra Michelangelo Buonarroti adı fərqlidir. Davud heykəli, Sistina Kapellasının tavan rəsmləri, Rafael Santi, Məryəmin toyu, məktəb əsərləri və s. Yəni bunların bir ikisinin adını çəksəz kifayət edir. Leonardo da Vinci, Michelangelo, onu həmişə Michelangelo demişik də, bu soyadı biraz fərqlidir ya, dam çaşdırır. Rafael, Rembrandt, Velasquez, belə. Yəni bunu təsvir incəsənət müəllimlərindən başqa digər ixtisas müəllimlərinə də sual verə bilərlər. Özünü 5 sifətlə ifadə et. Müəllim kimi özümü 5 sifətlə ifadə edərdim. Məsuliyyətli, səbirli, ədalətli, mehriban və yaradıcı. Bu sifətlər həm də müəllimlik peşəsinə, həm də şagirdlə işləmə üslubuna ən uyğun xüsusiyyətlərdir. Sonra valideyn iclasının strukturunu necə təşkil edərsən? Valideyn iclası giriş, məlumat, müzakirə, rəy və yekun ardıcıllığı təşkil olunmalıdır. Valideyn iclasının strukturu bu şəkildə olur. Dediyimiz kimi, birinci giriş isə valideynləri salamlayıb iclasın məqsədini bildirmək. İkincisi, ümumi məlumat, tədris ili üzrə proqram, sinfin ümumi göstəriciləri, davamiyyət və nizam-intizam barədə məlumat verilməlidir. Üçüncüsü, məsələlərin müzakirəsi. Şagirdlərin nailiyyətləri və çətinlikləri, təlim-tərbiyə məsələləri, davranış, əməkdaşlıq və sosial münasibətlər yer alır. Məktəb qaydaları və yeniliklər burada öz əksini tapır. Dördüncüsü, valideynlərin rəy və təklifləri, onların sual və fikirləri dinlənilir. Beşincisi isə yekun, nəticələri ümləşdiririk, növbəti addımları elan edirik. Sonra Mona Lisa əsərinin müəllifi kimdir? İncə dediyimiz kimi dünya şöhrətli alim, dünya şöhrətli rəssam, heykəltaraş, alim, başqa sahələrdə Leonardo da Vinci yalnız rəssam olmayıb, digər peşələrdə də öz yeri var. Çox savadlı bir insan, o fərqli bir insan olubdur. Onun haqqında da YouTube-da baxa bilərsiniz. Ona görə, yəni ümumi olaraq bir neçə elm sahələ məşğul olduğuna görə alim deyə bilərik. Rəssam, heykəltaraş və alim Leonardo da Vinci'dir və o, bu məşhur portreti təxminən 1500-1506-cı illərdə çəkmişdir. Sonra, rəssamlarımızdan kimləri tanıyırsınız? Səttar Bəhlulzadə, Azərbaycanın təbiət sehirbazı əsərinin müəllifi, Əsgər Ələkbərov,
sonra Maral Rəhmanzadə, Mikayıl Əbdullayev, Toğrul Nərmanbəyov, Rəsmxan Addıgözalov və s. rəssamların adını çəkə bilərsiniz. Sonra interaktiv dərs nədir? İnteraktiv dərs müəllim və şagirdlərin qarşılıqlı fəaliyyətinə əsaslanan, aktiv öyrənməni təmin edən dərs formasıdır. Hansı xüsusiyyətləri var? Şagird mərkəzlidir. Yəni dərsdə əsas rolu şagird oynayır. Sual-cavab, müzakirə, qrup işi, oyun, debat, layihə kimi üsullardan istifadə olunur. Şagirdlərin marağını artırır, dərsi daha da canlı və praktik edir. Tənqidi və yaradıcı düşünməni inkişaf etdirir. Yəni interaktiv dərs öyrənməni passiv dinləmədən çıxarıb şagirdi prosesin aktiv iştirakçısına çevirən dərsdir. Sonra 44 günlük müharibədə hansı rayonlar azad olunubdur? 44 günlük vətən müharibəsi 27 sentyabr 2020-ci ildə başlayıb 10 noyabr 2020-ci ildə tamamlanıbdır. Və Azərbaycan ordusu işğaldan 5 şəhər, 4 qəsəbə və 300-dən çox kəndi azad edib. Azad olunan əsas şəhər rayon mərkəzləri Cəbrayıl şəhəri 4 oktyabr, Füzuli şəhəri 17 oktyabr, Zəngilan şəhəri 20 oktyabr, Qubadlı şəhəri 25 oktyabr. Şuşa hissəsi 8 noyabr strateji və simvolik qələbə hesab olunur. Rayonlar üzrə Cəbrayıl rayonu tam azad olunub, Füzuli böyük hissəsi azad olunub, Zəngilan tam azad olunub, Qubadlının böyük hissəsi azad olunubdur. Laçın rayonu bir sıra kəndlər azad olunub, qalan hissəsi isə 1 dekabrda 3 tərəfli bəyanata əsasən Azərbaycana qaytarıldı. Kəlbəcər rayonu 25 noyabrda döyüşsüz qaytarıldı, Ağdam rayonu 20 noyabrda döyüşsüz qaytarıldı. Əlavə olaraq Tərdər, Xocavənd, Xocalı və digər rayonların bir çox kəndləri də azad olundu. Beləliklə 44 günlük müharibədə Azərbaycan ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını və Şuşa şəhərini döyüşlə, Ağdam, Kəlbəcər və Laçını isə razılaşma yolu ilə geri aldı. Sonra şagirdin dərsə davamiyyəti qaydasındadır, amma oxumur. Bu məqamda nə edərsiniz? Belə halda müəllimin məqsədi şagirdi dərsə yalnız fiziki olaraq deyil, həm də fəal öyrənməyə cəlb etmək olmalıdır. Səbəbi araşdırmaq lazımdır. Şagirdlə fərdi söhbət edib niyə oxumadığını öyrənməliyik. Marağı yoxdurmu, çətinliyi varmı, ailə təsir edirmi, motivasiya problemi varmı? Valideynlə ünsiyyət qurmalıyıq, evdəki öyrənmə şəraiti haqqında məlumat almalıyıq. Marağı oyatmalıyıq, mövzunu onun gündəlik həyatı və maraq dairəsi ilə əlaqələndirmək lazımdır. Oyunlar, layihə, yarışma və praktik tapşırıqlardan istifadə lazımdır. Fərdiləşdirilmiş yanaşma önəmlidir. Şagirdin bacarığına uyğun kiçik və sadə tapşırıqlarla başlamalıyıq. Uğurlarını dərhal qiymətləndirmək, mütləqdir, müsbət rəy vermək önəmlidir. Motivasiya yaratmalıyıq. Ona məsuliyyət hissi aşılamaq lazımdır. Sən bacararsan, sadəcə cəhd eləməlisən kimi sözlərlə yanaşmalıyıq ona. Kiçik nailiyyətlərinə görə həvəsləndirməliyik. Sinif qarşısında alqışlamaq, əlavə bal vermək və s. bu cür motivasiyalı yanaşmalar mütləqdir. Davamlı izləməliyik. Onun dərsə hazırlığını mütəmadi izləmək şərtdir. Kiçik addımlarla olsa da inkişafını izləyib dəstəkləmək önəmlidir. Şagirdin dərsə gəlməsi yaxşı başlanğıcdır. Lakin müəllim onun öyrənməyə marağını oyatmalı, fərdi dəstək və motivasiya ilə oxumasına yönləndirməlidir. Sonra internet nədir? İnternet dünya üzrə milyonlarla kompüter və cihazı bir-birinə bağlayan qlobal şəbəkədir. İnternet böyük bir yol şəbəkəsinə bənzəyir. Bu yollardan istifadə edərək insanlar məlumat göndərir, qəbul edir və paylaşırlar. Əsas xüsusiyyətləri dünyanın istənilən nöqtəsindəki insanlarla əlaqə yaratmaq imkanı verməzdir. Məlumatı sürətli şəkildə ötürür və qəbul edir. Elektron poçt, sosial şəbəkə, axtarış sistemləri, onlayn təhsil və alış-veriş kimi xidmətləri təmin edir. Yəni internet informasiyanın sərhədsiz paylaşım məkanıdır. Sonra qruplarla iş zamanı bir şagirdin passiv olduğunu görsəniz nə edərsiniz? Belə halda müəllimin məqsədi həmin şagirdi qrup işinə cəlb etməsi olmalıdır. Hansı addım atmalıdır? Səbəbi müəyyən etməlidir. Niyə passivdir? Utancaqlıq varmı? Mövzunu anlamayıb, özünə inamı zəifdir? Kiçik rollar verməliyik. Məsələn, qrupda yazıcı, təqdimatçı və ya material toplayıcı kimi sadə tapşırıq vermək şərtdir. Maraq oyatmalıyıq, onun güclü tərəflərinə uyğun iş təklif etməliyik. O iş üzərində fikrini cəmləsin, iş tutsun, motivasiya və dəstək olmalıyıq. Sənin fikrin vacibdir, bu hissəni sən daha yaxşı bacararsan deyə ruhlandırmaq lazımdır. Müşahidə və yönləndirmə şərtdir. İş prosesində ona kömək edib, özünü göstərməsi üçün şərait yaratmalıyıq. Yəni, şagird yavaş-yavaş aktivləşmiş olacaq və qrupun tam hüquqlu üzvünə çevrilmiş olacaqdır. Sonra
Avtoritar yoxsa demokratik üslubdan istifadə edərsiniz. Müəllim üçün ən səmərəli üslub demokratik üslubdur. Avtoritar üslub sərt qaydaları sevir. Şagirdlərin söz haqqının məhdudlaşdırılması burada yer alır. Bu nizam intizamı təmin etsə də şagirdlərin yaradıcılıq və təşəbbüskarlığını azaltmış olur. Amma demokratik üslubda müəllim və şagird arasında qarşılıqlı hörmət və əməkdaşlıq yaranır. İnteraktiv dərsdə demokratik üslubda təşkil olunur. Şagirdlər müzakirədə iştirak edir, fikirlərini sərbəst bildirir və məsuliyyət hissi formalaşır. Buna görə də mən demokratik üslubu seçərdim deyə vurğulamaq lazımdır. Çünki bu yanaşma şagirdin həm bilik, həm də şəxsiyyət inkişafını dəstəkləyir. Sonra Azərbaycanda hansı iqlim tipləri var və hansı iqlim qurşağında yerləşir? Azərbaycan coğrafi mövqeyinə görə çox müxtəlif iqlimə malikdir deyə vurğulaya bilərsiniz. Azərbaycan əsasən şimal yarımkürəsinin mülayim qurşağında yerləşir. Yəni subtropik qurşağında yerləşir. Bu iqlim qurşağıdır. Bəs Azərbaycanda hansı iqlim tipləri var? İqlim qurşağı başqa şeydir, iqlim tipi başqa şeydir. Azərbaycanda 11 iqlim tipindən 9-u yer almaqdadır. Quru subtropik iqlim Naxçıvan Abşeronda, mülayim isti yarımsəhra və quru çöl iqlimi Kür-Araz ovalığı, mülayim isti iqlim Aran rayonları, yayları quraq keçən mülayim isti iqlim Gəncə-Qazax düzənliyi, yayları quraq keçən soyuq iqlim Şərqi Zəngəzur və Qarabağ dağlıq hissəsi, mülayim soyuq iqlim Böyük Qafqazın yüksək dağlıq əraziləri, dağ tundrası iqlimi Böyük və Kiçik Qafqazın ən yüksək zirvələri, mülayim isti və rütubətli iqlim Lənkəran ovalığı, subtropik rütubətli iqlim Talış dağları, yəni Azərbaycan mülayim iqlim qurşağında yerləşir və 9 müxtəlif iqlim tipi ilə zəngindir. Sonra yoldaş qiymətləndirməsi nədir? Yoldaş qiymətləndirməsi şagirdlərin bir-birinin işini və fəaliyyətini müəyyən meyarlara əsasən qiymətləndirməsini ön planda tutan bir prosesdir. Yoldaş qiymətləndirməsi şagirdlərin bir-birini meyar əsasında qiymətləndirməsində və öyrənmədə fəal iştirakını istiqamətləndirən bir qiymətləndirmədir. Məqsədi isə şagirdin öz öyrənməsinə və başqasının işinə tənqidin yanaşma bacarığını inkişaf etdirməsindədir. Xüsusiyyətləri nədir? Şagirdlər müəllimin verdiyi meyar və rubrikalar əsaslanaraq qiymətləndirirlər. Onlar həm düzgünlükləri, həm də çatışmazlıqları görməyə öyrənirlər. Məsuliyyət hissi və əməkdaşlıq bacarığı formalaşır. Sonra şagirdlərdə dərsə marağı necə yaradarsan? Şagirdlərdə dərsə marağı yaratmaq üçün müəllim öyrənməni canlı və mənalı etməlidir. Maraqlı başlanğıc olmalıdır. Dərsi düşündürücü, sualı, hekayə, maraqlı fakt və ya oyunla başlamalıdır. Gündəlik həyatda nümunə gətirərək mövzunu şagirdə yaxınlaşdırmalıdır. Fərqli metodlardan istifadə etməlidir. Qrup işi, debat, rol oyunu, layihə, interaktiv oyunlar, audio-vizual resurslar, video şəkil, təcrübə və s. Şagirdin fəal iştirakı onlara sual vermək, öz fikirlərini bölüşməsinə imkan yaratmaqda cəmlənir. Kiçik vəzifələrə tapşıraraq məsuliyyət hissini artırmaqla şagirdin fəal iştirakını təmin etmək olar. Mükafat və motivasiya olmalıdır. Uğurlarını dərhal qeyd etmək lazımdır. Tərif və stimul vermək lazımdır. Rəqabətə sağlam yarış formasında təşkil etməliyik. Fərdiləşdirilmiş yanaşma olmalıdır. Şagirdlərin maraq dairəsinə uyğun nümunələrdən istifadə lazımdır. Onların güclü tərəflərini nəzərə alaraq tapşırıqlarını uyğunlaşdırmalıyıq. Dərs canlı, interaktiv və həyati nümunələrlə zəngin olduqda şagirdlərdə maraq avtomatik yaranmış olur. Sonra davranış pozuntusu olan sinfə sinif rəhbəri təyin edildiniz. Nə edərsiniz? Belə bir sinfə sinif rəhbəri təyin olunanda əsas məqsəd həm nizam intizamı bərpa etmək, həm də şagirdlərin psixoloji və sosial inkişafına dəstək olmaqdır. İlkin müşahidə və diaqnoz olmalıdır. Şagirdlərin davranış pozuntularının səbəbini öyrənmək lazımdır. Ailə, sosial mühit, dərsə maraq, müəllim-şagird münasibətinə diqqət etmək lazımdır. Fərdi söhbətlər aparılmalıdır. Güclü və zəif tərəflərini müəyyənləşdirmək lazımdır. Qaydaların müəyyənləşdirilməsi önəmlidir. Sinifdə şagirdlərlə birlikdə ümumi davranış qaydaları hazırlamalıyıq. Bu qaydaların sadə, aydın və hər kəs üçün ədalətli olmasına diqqət etməliyik. Müsbət mühit yaratmalıyıq. Şagirdlər arasında əməkdaşlığı artıran qrup işləri və layihələr təşkil etməliyik. Aqressiv davranışları qadağan etməklə müsbət davranışları mükafatlandırmalıyıq. Valideynlərlə əməkdaşlıq da mütləqdir. Davranış pozuntularının kökləri çox vaxt ailədən gəlir. Valideynlərlə mütəmadi görüşlər və tövsiyələr aparmaq vacibdir. Psixoloji dəstək də önəmlidir. Məktəb psixoloqu ilə birgə işləyərək şagirdlərin emosional və sosial ehtiyaclarını öyrənmək lazımdır. Zəruri hallarda fərdi psixoloji dəstək proqramı tətbiq etmək lazımdır. Şəxsi nümunə.
Müəllim özü sakit, ədalətli və ardıcıl davranmaqla şagirdlərə şəxsi nümunə örnək olmalıdır. Yəni davranış pozuntusu olan sinifdə sərt avtoritar idarəçilik yox, qaydalarla yanaşı motivasiya, əməkdaşlıq və psixoloji dəstək əsas rol oynamalıdır. Sonra hansı Azərbaycan saatlarını tanıyırsan? Azərbaycanda ən çox tanınan və istifadə olunan saatlərdən bəziləri bunlardır. Xəbər saatları, Trendaz, APAZ, Reportaz, Oxu-az, rəsmi dövlət saatləri, Prezidentaz, məclis.gov.az, edu.gov.az, e-treqov.az, təhsil və elmlə bağlı Edu-az, Tim.gov.az, Uniq Edu-az, Adao Edu-az, digər məşhur saatlərdən də Tapaz, Binaz, Avtoazı misal göstərə bilərik. Bu saatlər Azərbaycanda həm gündəlik xəbərlər, həm də dövlət xidmətləri və təhsil üçün ən çox istifadə olunan resurslardır. Sonra, əgər şagird mövzunu ümumiyyətlə bilmir, necə kömək olarsan? Şagird mövzunu ümumiyyətlə bilmirsə, müəllim addım-addım dəstək olmalıdır. Ümumiyyətlə, addım-addım sözünü unutmayın. Birincisi, səbəbi öyrənməlidir. Niyə bilmədiyini müəyyənləşdirməlidir. Çətinliyi mi var, maraqsızlıq nədədir, diqqətsizliyi nədədir? İkincisi, sadədən başlamalıdır. Mövzunu gündəlik həyatdan sadə nümunə ilə izah eləməlidir. Üçüncüsü, vizual və əyani vasitədən istifadə olmalı. Şəkil, sxem, video və onlardan istifadə şərtdir. Dördüncüsü, birlikdə məşq lazımdır. Əvvəl müəllimlə nümunə həll edib, sonra şagirdin müstəqil tətbiqinə şərait yaratmaq lazımdır. Beşincisi isə motivasiya. Kiçik nailiyyətlərini tərifləmək, inamı artırmaq şərtdir. Yəni, müəllim mövzunu kiçik adımlar izah edib, şagirdi aktiv öyrənməyə cəlb etməlidir. Sonra, altruist nə deməkdir? Burada altruist düşüb, altruist deyil, altruist, unarının yeri fəlsəf düşüb. Altruist nə deməkdir? Altruist başqalarının xeyrini, rahatlığını və xoşbəxtliyini öz şəxsi maraqlarından üstün tutan insana deyilir. Yəni, altruist insan öz mənfəətini düşünmədən fədakarlıqla digərlərinə kömək etməyə çalışır. Məsələn, Dolça Bürcü, mən eləyim, kömək etməyə çox sevirəm, kömək edəndə mənən, mənəvi olaraq rahatlamış oluram. Bu anlayış egoistin əksidir. Egoist yalnız özünü düşünür, altruist isə başqalarını. Qısaca, altruist fədakar başqalarını özündən öndə görən insandır. Sonra, bəstəkarlarımızdan kimləri tanıyırsınız? Azərbaycan musiqi mədəniyyəti çox zəngindir deyə vurğulamaq lazımdır və bir çox tanınmış bəstəkarımız var. Uzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Səid Rüstəmov, Arif Məlikov, Niyazi, Ağabacı Rızayeva, Tofiq Quliyev, Raif Hacıyev və s. Sonra, valideyn məktəbə gəlmək istəməsə nə edərsiniz? Belə vəziyyətdə müəllim valideyni qınamadan əməkdaşlıq mühiti yaratmağa çalışmalıdır. Səbəbi öyrənməlidir. Valideyn niyə gəlmək istəmir? İş rejimi, vaxt çatışmazlığı mı var, maraqsızlıq mı var və ya başqa problem var? Əlaqə alternativləri istiqamətlənməlidir. Telefon zənginə, mesaj, e-mail və ya onlayn görüş, Zoom-la, WhatsApp-la təşkil etməlidir. Elastiklik göstərməlidir. Valideynin vaxtına uyğun görüş təklif etməlidir. Dərsdən sonra istirahət günü və s. Əhəmiyyətini vurğulamalıdır. Valideynin iştirakı övladın uğuru üçün vacib olduğunu izah etməlidir. Mərhələli yanaşma olmalıdır. Əvvəl sadə mövzu ilə əlaqə qurmaq, sonra daha geniş məsələlərə keçmək lazımdır. Məktəbin dəstəyini cəlb etməlidir. Əgər problem davam edərsə, məktəb rəhbərliyi və psixoloq vasitəsilə valideyn əməkdaşlıq qurulmalıdır. Məqsəd valideyni məcbur etmək deyil, uşağın təhsilinə dəstəyin vacibliyini anlayaraq könüllü əməkdaşlığa cəlb etməkdir. Sonra, icmalda motivasiya və refleksiyanın rolu haqqında danışın deyə bilərlər. Motivasiya və refleksiya dərsin keyfiyyətini və şagirdin öyrənməsini təmin edən əsas mərhələlərdir deyə vurğulamalısınız. Motivasiya dərsin əvvəlində şagirdlərin diqqətini mövzuya yönəltmək, öyrənməyə maraq və daxili ehtiyac yaratmaq üçündür. Maraqlı sual, həyati nümunə, problem situasiyası, oyun və ya qısa video ilə dərsi başlayanda motivasiya yaxşı qurulmuş olur. Əhəmiyyəti nədir? Şagirdi dərsə cəlb edirsən, mövzunun aktuallığını göstərmiş olursan, aktiv öyrənməyə hazırlıq yaratsan. Refleksiya isə dərsin sonunda şagirdlərin öyrəndiklərini dəyərləndirilməsi və müəllimin nəticəni görməsindən nəticələnir. Sual-cavab şəklində olur, qısa esse, nə öyrəndim, mənim üçün maraqlı olan nə idi, tipli suallar, oyun və ya testlə yekunlaşdırma refleksiyada öz əksini tapır. Şagird öz öyrənməsini analiz eləyir, müəllim şagirdin hansı səviyyədə mənimsədiyini görür, sonraki dərslər üçün istiqamət müəyyənləşmiş olur. Yəni ki, icmalda motivasiya dərsin başlanğıc motoru, refleksiya isə öyrənmənin yekun güzgüsüdür. Hər ikisi dərsin uğurunu təmin edir.
Sonra gündəlik planlama müəllimə, yəni cari planlama müəllimə nə üçün lazımdır? Cari planlama müəllimin tədris ili və ya yarım il ərzində gündəlik dərslərini, fəaliyyətlərini sistemli şəkildə planlaşdırmasıdır. Müəllim üçün əhəmiyyəti odur ki, məqsəd yönlülük yaranır, dərsin məqsədini gözlənilən nəticələrə əvvəlcədən müəyyənləşdirir. Sistemlik yaranır, mövzuların ardıcıllığını və məzmun xəttlərinin uyğunluğunu təmin edir. Zamanın düzgün bölgüsü hər dərs üçün vaxtı səmərəli ayırmağa çalışır. Fərdiləşdirilmiş yanaşma müxtəlif səviyyəli şagirdlər üçün tapşırıqlara əvvəlcədən düşünməyə imkan verir. Qiymətləndirmənin asanlığı hansı bacarıqların yoxlanılacağını öncədən planlaşdırmağa şərait yaradır. Müəllimin peşəkarlığı dərsin keyfiyyətini artırır, müəllimin hazırlığını və təşkilatçılığını göstərir. Nəticə olaraq cari planlama müəllimə dərsləri məqsədli, ardıcıl və səmərəli keçirməyə imkan verir, həm də tədrisin keyfiyyətinə zəmin yaradır. İllik planlaşdırma, perspektiv planlaşdırma nədir bəs? Müəllimin bir tədris ili ərzində keçəcək bütün mövzuları, məzmun standartlarını, təlim nəticələrini və fəaliyyətləri aylarla və həftələrə uyğun ardıcıllıqla planlaşdırmasıdır. Bu tədris prosesinin xəritəsi rolunu oynayır. Burada məqsəd yönlülük təmin olunur. İllik planlaşmada müəllim il boyu hansı məqsədlərə çatacağını, şagirdlərdə hansı bacarıqları formalaşdıracağını əvvəlcədən müəyyən edir. Ardıcıl və sistemli tədris yaranır. Mövzuların standartlara uyğun təşkili, uyğun şəkildə loja ardıcıllıqla öyrədilməsi təmin olunur. Vaxt bölgüsü asanlaşır. Hər ay və ya həftə üzrə mövzuların düzgün bölünməsi müəllimə zamanı idarə etməyə kömək edir. İnteqrasiya və çevikliyi təmin edir. Müxtəlif fənlərlə inteqrasiyanı və metodların əvvəlcədən seçilməsini asanlaşdırır. Eyni zamanda müəllim zərurət olanda planı çevik dəyişə də bilir. Qiymətləndirməni istiqamətləndirir. Formativ və summativ qiymətləndirmələrin vaxtını və məzmununu əvvəlcədən müəyyənləşdirməyə kömək edir. Müəllimin peşəkarlığını artırır. Müəllim dərslərə hazırlıqlı olur, improvizasiyadan uzaqlaşır. Tədris prosesinin keyfiyyətinə nəzarəti gücləndirir. Yəni ki, illik planlama müəllimin dərs ilini məqsədli, ardıcıl və sistemli təşkil etməsi üçün əsas istiqamətləndirici sənəddir. Bu plan olmadan tədris təsadüfi və nizamsız ola bilər. Müəllimlər günü nə vaxtdır? Müəllimlər günü hər il 5 oktyabr tarixində qeyd olunur. Bu tarix UNESCO-nun qərarı ilə 94-cü ildən etibarən beynəlxalq səviyyədə Dünya Müəllimlər Günü kimi qeyd edilir. Azərbaycanda da müəllimlərin zəhmətinə, əvəzsiz xidmətlərinə hörmət əlaməti olaraq həmin gün bayram kimi keçirilir. Sonra dərsdə planlama nə üçündür? Dərsdə planlama, dərsin məqsədli, ardıcıl və səmərəli təşkilinə xidmət edir. Müəllimə vaxtı düzgün bölməyə, metodları seçməyə və şagirdi fəal iştirakçı etməyə, nəticəni qiymətləndirməyə kömək edir. Sonra qayğıya ehtiyacı olan şagirdlə necə davranarsınız? Fərdi yanaşaram. Hər şagirdin ehtiyacını öyrənmək şərtdir. Psixoloji olaraq, sosial olaraq, akademik baxımdan. Dəstək və həssaslıq olmalıdır. Şagirdi incitmədən sevgi və hörmətlə yanaşmalıyam. Güvən yaratmalıyam. Şagirdə onun dəyərli olduğunu hiss etdirməliyəm. Əməkdaşlıq yaratmalıyam. Məktəb psixoloqu, valideyn və digər müəllimlərlə birlikdə işləməliyəm. Müsbət mühit formalaşdırmalıyam. Onu sinifdə qəbul etməliyik, tərcih olunmasına imkan verməməliyik. Yəni belə şagirdlərə səbir, diqqət və dəstək göstərərək onların həm dərs, həm də məktəb mühitinə uyğunlaşmasına kömək etmək lazımdır. Uşağı həvəsləndirmək üçün necə tapşırıq verərsiniz? Sual verə bilərlər. Uşağı həvəsləndirmək üçün tapşırıq asan başa düşülən və maraqlı oyunvari olmalıdır. Məsələn, yaradıcılıq tapşırığı mövzunu şəkil çəkərək izah et kimi olmalıdır. Oyunvari tapşırıq, bu sualı düzgün cavablandırsan, açarı tapıb gizlinin sözün üstünə gələcəksən. Həyatla bağlı tapşırıq, gündəlik həyatda bu qaydanı harada görə bilərsən? Misal gətir, rol tapşırığı, özünü müəllim kimi təsəvvür et və mövzunu dostuna izah et. Belə tapşırıqlar uşağın marağını artırır və öyrənməyə həvəsləndirir. Dəstəkləyici mühiti necə formalaşdırmaq olar? Dəstəkləyici mühit şagirdin özünü təhlükəsiz, dəyərli və inamlı hiss etdiyi sinif mühitidir. Onu formalaşdırmaq üçün hörmət və empatiya olmalıdır. Yəni müəllim hər şagirdin fikrinə və şəxsiyyətinə hörmət eləməlidir, anlayışla davranmalıdır. Ədalətli münasibət olmalıdır. Bütün şagirdlərə eyni yanaşmaq, ayrı seçkilik etməmək lazımdır. Müsbət ünsiyyət olmalıdır. Təhqir, qışqırıq yox. Mehriban və dəstəkləyici sözlərdən istifadə olunmalıdır. Şagird fəallığına önəm verilməlidir. Onların dərs prosesində fikir söyləmə,
bilməsinə və seçim etməsinə imkan yaratmalı. Əməkdaşlıq və qrup işi olmalıdır. Şagirdlərin birlikdə işləməsini, bir-birinə kömək etməsini təşviq etməliyik. Motivasiya olmalıdır. Kiçik nailiyyətləri belə dəyərləndirmək lazımdır. Şagirdi ruhlandırmaq lazımdır ki, o böyük nailiyyətlərə doğru getsin. Təhlükəsizlik və qaydalarda isə hər kəsin özünü rahat hiss edəcəyi aydın qaydaları müəyyənləşdirmək şərtdir. Yəni, dəstəkləyici mühit, hörmət, ədalət, əməkdaşlıq və müsbət münasibət üzərində qurulur. Öz fənnini şagirdə necə sevdirərsən? Şagirdə fənni sevdirmək üçün müəllim dərsi maraqlı, həyatı və çatan eləməlidir. Maraqlı motivasiya olmalıdır. Dərsi düşündürücü sual, hekayə və ya həyat nümunəsi ilə başlamaq lazımdır. Həyatla əlaqələndirməliyik. Mövzunun gündəlik həyatda harada lazım olduğunu göstərməliyik. Oyun və ya interaktiv üsullara üst tutmalıyıq. Qrup işi, yarışma, debat, layihə və ya oyunlardan istifadə etməliyik. Vizual və praktik yanaşma önəm daşıyır. Şəkil, video, təcrübə, yəni vasitələrlə dərsi canlandırmalıyıq. Fərdi yanaşma olmalı, şagirdin maraq dairəsinə uyğun nümunələr gətirib, bacarığını nəzərə almalıyıq. Motivasiya və dəstək önəmlidir. Kiçik nailiyyətləri belə qiymətləndirməliyik ki, şagirdin inamı artsın, motivasiyası artsın, ruhlansın. Müəllimin sevgisi önəmlidir. Müəllim özü fənni sevirsə, bu sevgi şagirdlərə də keçmiş olur. İnan ki, ən önəmli faktor budur. Müəllim dərsi sevirsə, şagirdlər də həmən fənni sevəcəkdir. Yəni, müəllim fənni həyatla bağlayaraq, maraqlı və motivasiyalı şəkildə təqdim edərsə, şagirdlər onu sevirək öyrənəcəklər. Sonra, şagird dərsə geciksə nə edərsən? Ümumiyyətlə, şagird dərsə geciksə, müəllim sakit və düzgün yanaşmalıdır. Bundan əlavə, müəllim prosedur qoymalıdır dərsi gecikməmək üçün. O da önəmlidir. Sakit qəbul etmək lazımdır. Dərsi pozmadan onu sinfə buraxmaq, səbəbini öyrənmək lazımdır. Dərsdən sonra niyə gecikdiyini soruşmalıyıq, maarifləndirmək lazımdır. Vaxtında gəlməyin əhəmiyyətini izah eləməliyik. Davamlı olarsa, valideynlə və məktəb rəhbəri ilə əlaqə qurulmalıdır. Nəticə olaraq şagirdi qınamadan, amma məsuliyyət hissi formalaşdıraraq problemin qarşısını almaq lazımdır. O da prosedur sinifdə qayda, prosedur, gözlənti olur. Prosedur qoymaqla bunu həll eləmək mümkündür. İlk qadın şəhidimiz kim olub? Azərbaycan ilk qadın jurnalist şəhidi Salatın Əsgərovanın faciəvi ölümü 91-ci ildə Laçın rayonunda baş verib. İlk qadın hərbiçi şəhid isə 2020-ci ildə Vətən müharibəsində qəhrəmancasına həlak olan Arəstə Baxşovadır. Salatın Əsgərova 91-ci il 9 yanvarda Laçın rayonunda erməni terrorçular tərəfindən öldürülüb. Azərbaycanın milli qəhrəmanı jurnalisti olub. O cəbhə bölgələrində material hazırlayaraq torpaq bütövlüyü məsələlərini gündəmə gətirirdi. Azərbaycanın ilk şəhid qadın jurnalisti kimi tanınır. Arəstə Baxşova isə 2020-ci ildə Vətən müharibəsində şəhid olub. Azərbaycan ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən hərbiçi olub. Vətən müharibəsinin ilk qadın şəhidi kimi xatırlanır. Sonra, holistik qiymətləndirmə nədir? Şagirdin işinə və ya fəaliyyətinə bütöv yanaşaraq ümumi təəssürat əsasında qiymətləndirmə üsuludur. Holistik qiymətləndirmə işin hissə yox, bütöv keyfiyyətin əsasına qiymətləndirmədir. Hissə olan analitik qiymətləndirmədir. Bu zaman iş ayrıca hissələrə bölünmür. Məsələn, dil qaydası, məzmun, üslub ayrı-ayrı yoxlanmır. Bütöv nəticə nəzərə alınır. Qiymətləndirici əsasən ümumi keyfiyyətə, yaradıcı yanaşmaya və tam təsirə diqqət yetirir. Xüsusiyyəti nədir? Ümumi baxışla aparılır. Ayrıntılardan çox bütöv nəticə dəyərləndirilir. Ayrıntılar deyince dediyim kimi analitik qiymətləndirmədədir. Daha çox yaradıcı işlərdə isə layihə və təqdimatlarda tətbiq olunur. Bəs yoldaş qiymətləndirməsi nədir? Şagirdlərin bir-birinin işini və ya fəaliyyətini müəyyən meyarlara əsasən qiymətləndirir. Şagirdlərin bir-birini meyar əsasında qiymətləndirməsidir. Məqsədi şagirdin öz öyrənməsinə və başqasının işinə tənqidi yanaşma bacarığına inkişaf etdirməsidir. Şagirdlər müəllimin verdiyi meyar və rubrikalar əsaslanaraq qiymətləndirirlər. Onlar həm düzgün olanları, həm də çatışmazlıqları görməyi öyrənirlər. Məsuliyyət hissi və əməkdaşlıq bacarığı da formalaşmış olur. Bu qədər uğurlar, xeyrini görəsiniz.